Bəzən biabırçı musiqiləri tənqid elədik, bəzən təhsil sistemi haqqında müzakirələr apardıq. Bəzən o sözdə çox sevilən bəzi YouTuberlərin, TikTokerlərin iç yüzünü açdıq, qansızlıqlarını ifşa elədik, bəzən də gündəm olan ən həssas mövzular haqqında danışdıq. Yəni qısaca bu kanalda qısa müddətdə bir-birindən fərqli bir çox mövzuya yer verdik. Mən öz fikirlərimi, düşüncələrimi səsləndirdim, sizlər də bu düşüncələrimin əksəriyyətinə haqq qazandırdınız. Amma arxada danışan bu səsin əslində kimə aid olduğunu heç biriniz bilmirsiniz ki, bu çox normaldır, çünki bunun belə olması, gizliliyimi qorumağa çalışmağım mənim öz seçimimdir. Buna görə də aranızdan haqqımda çox da bir məlumatı olan yoxdur. Sizlərin gözündə bəzi mövzularda öz fikirlərini səsləndirən və əlindən gəldiyi qədər gördüyü düzləri sizə də göstərməyə çalışan, eyni zamanda da öz kimliyini gizli saxlayan biri, yəni Muyuqu var. Bu gizlilik də insanlarda təbii olaraq bir maraq oyadır. Bilirsiniz, yəni gizli şeylər həmişə diqqət çəkir. Kimsən, neçə yaşın var, adın nədir, üzünü nə vaxt göstərəcəksən və ya bu kanalı niyə açmısan kimi çox sayda suallar olur. Dediyim kimi, təbii olaraq bunların bəziləriniz üçün maraqlı olduğunu bilirəm. Mən olsam, mənə də maraqlı gələrdi. Yəni bu danışan adam kimdir görəsən hər mövzu haqqında da bir fikri var deyərdim. Buna görə də keçdiyimiz həftələrdə YouTube'da bir post paylaşdım və haqqımda sizin üçün maraqlı olan bəzi sualları bu postun altında yazmağınızı və əgər yazılan suallarda çox olarsa, bu haqda bir sual-cavab videosu hazırlaya biləcəyimi demişdim və bəli, hal-hazırda da o sual-cavab videosunu izləyirsiniz. Çünki nə az, nə çox, tam 100-ə yaxın sual gəldi. Bu qədər də çox olacağını gözləmirdim. Bu 100 sualın hər birinə bu videoda cavab verə bilməyəcəm. Çünki 100 sualın hamısını tək bir videoda cavablamaq çox çətin olardı. Bu 100 şərhin arasından ən çox verilən sualları seçdim və bu videoda da onları cavablandıracağam. Amma videoda cavab verə bilmədiyim suallara isə postun altında şərh olaraq cavab verəcəm. Yəni kimsə cavabsız qalmayacaq. O cəhətdən rahat ola bilərsiniz. Nəysə, onda çox da uzatmağa ehtiyac yoxdur. Gəlin görək, kimdir bu Muyuqu? Bəlkə də ən çox verilən sual. Muyuqu adının hər hansısa bir hekayəsi varmı, yoxsa tamamilə random bir addırmı? Əslində Muyuqu nikinin çox da xüsusi bir mənası yoxdur. Yəni hər hansısa bir şeyi ifadə eləmir. Nə bilim, Yunan mifologiyasında Zeusun qəlbinə xəncəri saplayan ya da İskandinav mifologiyasına görə hər hansısa bir tanrıdır kimi xüsusi bir mənası yoxdur. Amma mənim üçün bir mənası var təbii ki. Hər nə qədər bunu bəzi yerlərdə inkar eləmiş olsam da, tamamilə random bir nick deyil. Yəni mənə görə bir mənası var. Bu nicki də bu səbəbdən seçmişəm. Yəni Muyuqunun bütün mövzusu budur. Niyə YouTube videoları çəkirsən? Çünki sevirəm. Yəni bir kütləmin olmağı, öz fikirlərimi rahatca bölüşə biləcəyim, düşüncələrimi dinləyən bir topluluğumun olması çox yaxşı hiss elətdirir. Bunu TikTok, Instagram ya da başqa platformalarda da eləmək mümkündür. Niyə məhz YouTube deyirsinizsə, bilmirəm. Səbəb yəqin ki, digər platformalara görə daha professional, daha elit bir yer olmasıdır. Bir də yəqin ki, YouTube bir çoxlarımızda olduğu kimi mənim də uşaqlıq arzum idi. Ona görə də ola bilər. Belə videolar çəkməyə necə qərar verdin? Bu çox qəşəng sualdır. Əslində mənim ilk videolarıma baxsanız, hazırki tərzimi ilə, hazırki kontentim ilə heç bir əlaqəsi olmadığını görəcəksiniz. Yəni hal-hazırda daha çox gündəm, tənqid, müzakirə, bəzən də araşdırma, ifşa videoları hazırlayıram. Amma ilk videom məsələn dopamin asılılığı haqqında idi. Aradakı fərqə baxın. Telefona necə bağlı olduğumuzdan danışırdım. İndi isə tamam fərqli bir kontentdir. Yəni ilk videom ilə hazırki videolarım arasında çox böyük fərq var. Çünki mən ilk videolarımı hazırlayanda Lutheri yəqin ki bir çoxlarınız bilir, ondan ilham alaraq başlamışdım. Daha sonra isə yavaş-yavaş o kontentin mənə çox da uyğun olmadığını gördüm. Çünki həm o tərzdə videolar hazırlamaq heç cazib gəlmirdi, həm də istəmirdim. Buna görə də zamanla tənqid, podcast, araşdırma, bəzən də ifşa tərzində videolar hazırlamağa yönəldim. Çünki bu kontent məncə mənə daha uyğundur. Niyə oyun, əyləncə kanalı yox, gündəm haqqında danışmaq kontentini seçdin? Az əvvəldə dediyim kimi, əslində mən tamamilə bir gündəm kanalı deyiləm. Yəni bir mövzu haqqında danışmaq üçün sırf onun gündəm olmasını gözləmirəm. Sadəcə bəzi gündəm olan mövzular olanda da onlar haqqında da danışdığım olur. Yəni məni sırf gündəm kanalı olaraq sinifləndirmək biraz düzgün olmaz. Çünki bu kanalda müzakirə də eləyirik, gündəm haqqında da danışırıq. Bəzən də o sözdə çox sevilən, amma əslində arxa planda heç də yaxşı işlər görməyənlərin əsl üzünü göstəririk. YouTube-a pul üçün video çəkirsən, yoxsa əyləncəsinə? Bu sualı
sualı da həqiqətən çox görürəm. YouTube-dan nə qədər qazanırsan, YouTube-da pul var, ya da bu videolara pul qazanmaq üçünmü hazırlayırsan kimi suallar yazanlar çox olur. Qısaca deyim, bu videoları YouTube-dan pul qazanmaq üçün hazırlamıram. Çünki mənim kanalımda hal-hazırda reklamlar belə, yəni pul qazanma bağlıdır. Ümumiyyətlə YouTube Azərbaycanda çəkdiyin əziyyətin qarşılığını ala biləcək bir miqdarda pul qazanmaq belə çox çətindir. Məsələn, sizə belə bir misal çəkim. Amerikada 1000 izlənmə başına YouTube-un ödədiyi minimum gəlir təxmini olaraq 3-5 dollar arası dəyişir. Azərbaycanda isə bu rəqəm hardasa 0,20 sent və ya 0,40 sent kimidir. Yəni 10 qatından belə daha azdır. Təbii ki, videonun uzunluğu, mövzusu və ya digər şeylər gəlirdə dəyişiklik eləyə bilir. Amma ən azından mən özümdən misal verim. Kanalımda pul qazanma açıq olduğu vaxtlarda YouTube 1000 izlənmə başına mənə 0,25 sent kimi bir şey ödəyirdi. Yəni biraz gülünc rəqəmdir. Bunun da bu qədər az olmasının səbəbi Azərbaycanda YouTube-a reklam verən şirkətlərin çox az pul ödəməsidir. Mən də sırf bu səbəbdən YouTube-un ödədiyi məbləğ də çox azdır deyə insanlar da reklamsız rahat-rahat izləyə bilsinlər dedim. Bu qazanmanı ümumiyyətlə bağladım. Hə, amma əgər bir gün YouTube-da qazanc artarsa, mən də reklamları açaram. Yəni niyə də açmayım? Amma dediyim kimi, hal-hazırda YouTube-dan bu qazanmıram. Podcast tənqid kanalı açmağı hansısa kanaldan ilham alaraq elədin, yoxsa özün düşündün? Ümumiyyətlə YouTube tərəfində podcast, tənqid deyəndə ağla klassik insanlar gəlir. Yəni Juadis, Beyaz Qurd, Lucarix və s. Azərbaycanda isə bildiyim qədərilə hal-hazırda, yəni özümü çıxmaq şərti ilə aktiv olaraq bu kontentdə videolar hazırlayan bir kanal yoxdur. Beyaz Qurdu, Juadisi, bu insanları mən də izləyirəm və bəzi şeyləri, məsələn thumbnail-ı, video başlığını və s. onlardan ilham alaraq elədiyim olur. Bunu inkar eləyəcək deyiləm. Adamlar çünki bu işin masteri kimi bir şeydir ki, burada inkar ediləcək bir mövzu da yoxdur. Çünki istənilən sahədə inkişaf etmək üçün o sahənin ən uğurlu insanlarından bəzi mövzularda ilham almaq vacibdir. Yəni mən də bu kontentə onlardan ilham alaraq keçdim. Niyə videolar gec gəlir? Videoların gec gəlmə səbəbi əslində tamamilə mənimlə əlaqəli bir şeydir. Yəni mövzu tapa bilmirəm kimi bir şey yoxdur. Mövzudan çox mövzu var. Sadəcə tez-tez video atmaq üçün çox boş vaxt lazımdır. Mənim isə buna ayıra biləcək çox da bir vaxtım olmur. Videolarda bəzən bu səbəbdən gec gəlir. Amma burada bunun da sözünü verim, bunu düzənə oturtmağa çalışacağam. Yəni əlimdən gəldiyi qədər həftədə ən az 2-3 video atmağa çalışacağam. Bu kanalı açmaqda əsas məqsədin nə olub və ən sevdiyin videon nədir? Neçə yaşın var? Əsl adın nədir? Son 2 sualı videonun sonlarına doğru cavablandıracağam. Kanalı açmaqda məqsədim isə videonun əvvəlində də dediyim kimi fikirlərimi bölüşə biləcəyim, nələrsə ortaq müzakirə edə biləcəyimiz bir kütləmin olmağını sevirəm. Ən sevdiyim videom isə bir çoxlarınızın da bildiyi kimi qansız YouTuber Zevs videosudur. Çünki 35 min nəfəri bu insanın əslində qumarbaz belə yox, çox böyük bir dələdüz olduğuna, izləyicilərinin güvəni qazanıb, bu güvəndən istifadə edərək onları öz yaratmış olduğu saxta qumar saytına çəkərək, onların yatırmış olduğu bu pulların arxasına keçən bir dələdüz olduğuna sübut eləməyim və 35 min nəfəri Zevsin bu tələsinə düşməməkləri haqqında müəyyən qədər xəbərdar eləyə bilməyim məncə çox mükəmməl bir şeydir. Bu səbəbdən də ən sevdiyim videom yəqin ki budur. İdol aldığın tənqid kanalı hansıdır? Yəni az öncə də dediyim kimi, bu işin masterləri Juadis, Beyaz Qurd kimi kanallardır. Bəzi şeyləri onlardan ilham alaraq eləyirəm, amma düşüncə tərzi kimisə idol alaraq formalaşan bir şey deyil. Bu insanın öz baxış bucağından asılıdır. Yəni kimisə idol almıram, amma ilham aldıqlarım olur. Salam, Azərbaycan siyasətindən, müxalifətdən danışa bilərsiniz. Danışa bilərəm, amma danışa bilmərəm. Səncə Azərbaycan cəmiyyətinin ən mənfi cəhətləri hansılardır? Ümumiyyətlə heç bir cəmiyyət optimal deyil. Hər mədəniyyətin, hər cəmiyyətin özünə uyğun problemləri, sevilməyən cəhətləri olur. Bizdə də həmçinin. Yəni burada cəmiyyətin mənfi cəhətlərini saymağa başlasaq, siyahı uzana gedər. Bunun üçün ayrıca bir video hazırlamalı olaram. Amma qısaca 1-2 konkret səbəb saymalı olsam, əksəriyyət hər qoyun öz ayağından asılsın, qonşunun evi yansın, bundan mənə nə psixologiyası ilə yaşayır. Bu da çox pis və inkişafın olmamasına səbəb olan düşüncə tərzlərindən biridir. Universitet oxuyursansa hansı fakültə üzrə təhsil alırsan? Bəlkə də bir çoxunun bildiyini düşündüyü, amma əslində cavabını bilmədiyi o sual. Xeyr, universitet oxumuram. Ümumiyyətlə universitetə qəbul üçün imtahan belə verməmişəm. Yəni çünki bu mənim şəxsi qərarım idi. Ətrafıma baxdım, obaları gəzdim, tozlanmış diplomları gördüm. Öz-özümə dedim ki, ali təhsil müəyyən qədər vacibdir. Bəli, amma şərt deyil. Yəni xüsusi bir qurumda təhsil almadan da bilikli olmaq olursa, niyə 4-6 ilimi qurban verim? Öz işimə fokuslanmağım mənə daha məntiqli gəldi. Bu səbəbdən də universitetə daxil olmadım.
almadım. Digər tərəfdən də, yəni mənə görə 11 illik təhsil dövründə boş-boş gəzib, son aylarda pedaqoq yanına gedərək öyrəndiklərinlə hər hansısa bir universitetə daxil olmaq məncə bir uğur deyil. Həyat fəlsəfəniz nədir? Fəlsəfə mövzusu, hələ ki həyat fəlsəfəsi danışdıqca uzanan bir mövzudur. Fəlsəfə öz-özlüyündə sorğulamaq deməkdir. Kainatı, insanları, ətraf mühiti, bir sözlə hər şeyi sorğulamaq. Məndə də həmçinin gördüyüm bir çox şeyi sorğuluyuram. İnsanların doğru olaraq qəbul edib təmənnasız bir şəkildə inandıqları şeyləri sorğulayaraq yanaşıram. Yəni niyə sualını verməyi bacarıram. Yaşam fəlsəfəsinə gəldikdə isə, yəni mən niyə yaşayıram? Kainat sonsuz bir boşluqdan ibarətdirsə, bizim bu sonsuz kainatdakı rolumuz nədir? Biz kainatla müqayisədə çox amma çox dəyərsiz varlıqlarıq kimi düşüncələrə verdiyim cavab isə kainatın, dünyanın, həyatımızın mənasızlığı bizə bu mənasız dünyada öz mənamızı yaratmaq üçün verilmiş ən böyük sərbəstlikdir. Bunu bir kitabın boş səhifələri kimi düşünə bilərsiniz. Hər kəs öz kitabını öz istədiyi kimi doldurmaqda sərbəstdir. Məncə elə həyatın mənası da bu böyük mənasızlıqda öz mənamızı tapa bilməyimizdir. Ən azından mən belə düşünürəm. Hansı inanca sahibdir Myugu? Fəlsəfi sualdan sonra da bu sualın gəlməyi çox yaxşı oldu. Amma mənim buna konkret bir cavabım yoxdur. Bəzən elə bir hadisə baş verir ki, elə şeylərə şahid oluram ki, öz-özümə şübhəsiz ki bir tanrı var və bizlərə nəzarət edir. Kainatı tənzimləyir deyirəm. Bəzən isə elə bir hadisə baş verir ki, biz sadəcə təkamül etmiş biolojik varlıqlardan başqa bir şey deyilik. Dünya çox ədalətsiz və iyrənc bir yerdir. Bir tanrı da yoxdur deyə düşünürəm. Yəni din mövzusunda konkret qəti bir fikirdə qala bilmirəm. Kim hansı dinə inanaraq daha xoşbəxt olursa, ona inanmaqda sərbəstdir. Amma ən azından mənim fikirlərim bu yöndədir. Gəldik bəlkə də sizin üçün ən maraqlı olan və mənim də ən çox cavablandırmağımı istədiyim suallara. Adın nədir? Neçə yaşın var? Üzünü nə vaxt görəcəyik? Ya da əsl kimliyin ortaya çıxsa nə baş verər kimi suallar. Birinci növbədə bunu deyim. Baxın, gizliliyimi qorumağa çalışmağımın, adımı, yaşımı, üzümü paylaşmamağımın əslində çox da gizli bir səbəbi yoxdur. Məncə səbəbi hər kəsə məlumdur. Müəyyən qədər də olsa təhlükəsizlik. Hə, mən də biraz gizli qalmağı sevirəm. Yəni orası ayrı məsələ. Amma əsas səbəb təbii ki, müəyyən qədər təhlükəsizlikdir. Yəni bu səbəbdən də gizliliyimi yəqin ki, hər zaman qorumağa çalışacağam. Sizlərdən də xahişim bu kimi suallar verməməyinizdir. Çünki bir gün əsl kimliyim ortaya çıxsa belə, yəqin ki, bunu inkar eləyəcəm. Yəni çox da qurdalamayın. Həm mən adıma, üzümə ya da səsimə görə yox, danışdıqlarıma görə diqqət görməyi daha üstün tuturam. Bu danışan adamın adı Əli olsun, Vəli olsun. Məncə çox da bir fərqi yoxdur. Haqlı olduğum müddətcə izləyə bilərsiniz. Hə, haqlı olmayanda da deyin, yəni orası ayrı məsələ. YouTube-da hədəfin nədir? Səninlə TikTok haqqında ətraflı bir video çəkmək istəyirəm. Bunu qəbul edərsən, birinci növbədə YouTube-da xüsusi bir hədəfim yoxdur. Yəni ay 100 min, 150 min abunəm olsun, hədəfimə çatacam kimi bir istəklərim yoxdur. Sadəcə istəyim, istədiyim vaxtda danışa biləcəyim, öz aramızda danışdıqlarımızı müzakirə edə biləcəyimiz keyfiyyətli bir ortam yaratmaq və bunun öz axarında böyüməsidir. TikTokla bağlı videoya gələndə isə mövzu maraqlıdırsa, niyə də olmasın? Suallarımız bitdi. Açığı biraz yorucu oldu bu qədər suala cavab vermək, amma məncə dəydi. Videoda olan suallar dediyim kimi ən çox soruşulanlar idi. Yəni videoda sualı olmayanlar inciməsin. Dediyim kimi onları da videodan sonra postun altında cavablandıracağam. Əlavə olaraq da sual yazmaq üçün vaxtını ayıran hər kəsə çox-çox təşəkkürlər. Nəysə, ümid eləyirəm ki, bu videoda özümü yaxşı ifadə edə bilmişəm. Deyəcəklərim bu qədər idi. Siz də öz fikirlərinizi və əlavə suallarınızı rəylərdə yazmağı unutmayın. Hər birini oxuyuram. Gələcək videolarda görüşmək ümidi ilə hələlik.